Birinci Surra kəndi. Surranı biz özümüz hesab edirik. Yəni Selyan hesab edirik. Gözəl Surra. Cəmi 13 kilometr. Popcorn kompozisiyası ilə daxil oluruq. Kür Qarabucağa, ikinci kənd. İkinci kənd Kür Qarabucaq. Hələ popcorn kompozisiyasına gəldik, çıxdıq Yuxarı Qaramanlı. Yuxarı Qaramanlı. Maşallah. Ora Qaramanlıya gedən yoluymuş Qaralı. Kür Qarabucaq qutardı, Qaralı. Hələ də popcorn kompozisiyası ilə gedirik. Məşhur popcorn kompozisiyası ilə. Qaralı qutardı, Qədimkənd. Qədimkənd hələ də popcorn kompozisiyasıdır. Geri gəlmişkən bu yolda düz Neftçalıya kimi bir dənə zapravka var burada. Turist kimi gələnlər biləsiniz, qırmızı zapravka adı ilə məşhurdur, LBC zapravka. Qədimkənd qutardı, aşağı Qaramanlı. Qədimkənd qutardı, aşağı Qaramanlı. Malqara ayın şahin otlayır. Pa, miyana. Budur Astanlı. Astanlı. I wanna do and take you money. Aslanlı qutardı, Dördlər. Dördlər başladı, Neftçalanın kəndləri davam eləyir. Dördlər, təzəkət. Ballıcallı sağa 3 kilometr, Ballıcallı. Dördlərdən sonra. Dördlərdən sonra Ballıcallı. Budur, Dördlər qutardı Xıllı. Doğma əziz Xıllı, qədim Xıllı. Bura hələ Xıllıdır, ha, bura Xıllının girişi deyirlər. Wow, Boyat. Boyat, Neftçalanın kəndləri davam edir, Boyat. Welcome to Neftçala. Bu da Neftçala. Xıllı Neftçala. Mənim proqnozuma görə qabaqda Banka olmalıdır, Həsənabad olmalıdır. Bura çəkmək lazımdır. Bu traynik məşhur Banka, Neftçala. Salyana gedən yol. Bura mütləq çəkmək lazımdır. Burada çəkməsəm olmaz, çünki iqtisadi zonadır. Gördüyünüz Azərbaycan istehsal edən avtomobillərin bir qismi burada istehsal olunur. Hörmətli turistlər, gələndə sola dönməlisiniz. Mərkəz Neftçala şəhərinə. Düz getsiniz, Həsənabad kəndidir. Bu qədər, var olasınız.